İran-ABŞ münasibətlərində uzun müddətdir davam edən gərginlik fonunda Tehrandan gözlənilməz diplomatik siqnal gəlib. Prezident Məsud Pezeşkiyan Vaşinqtonla mümkün danışıqların başlanması üçün rəsmi göstəriş verdiyini açıqlayıb. Bu addım yalnız iki ölkə arasındakı münasibətlər üçün deyil, həm də regionun təhlükəsizlik arxitekturası üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Pezeşkiyan X platformasındakı paylaşımında bildirib ki, ABŞ prezidentinin danışıqlar təklifinə cavab olaraq Xarici İşlər Nazirinə ədalətli və bərabər əsaslı dialoq üçün zəmin hazırlanması tapşırılıb. O xüsusi olaraq vurğulayıb ki, proses təhdidlərdən uzaq, qarşılıqlı hörmət və milli maraqlar çərçivəsində aparılmalıdır. Bu əslində Tehranın diplomatiyasının tonunda dəyişiklik deməkdir. Çünki son aylarda İran daha sərt ritorika ilə çıxış edirdi. İndi isə Pezeşkiyan açıq şəkildə danışıq qapısı bağlı deyil mesajı verir. Məlumata görə ilk təmasların Türkiyədə, İstanbulda baş tutması planlaşdırılır. Danışıqlarda İranı Abbas Ərakçı, ABŞ-ni isə prezidentin xüsusi nümayəndəsi Steve Witkoff təmsil edə bilər. Türkiyənin seçilməsi isə təsadüfi deyil. Ankara həm Vaşinqton, həm də Tehranla dialoqu olan nadir aktorlardan biridir və regionda vasitəçi platforma rolunu gücləndirməyə çalışır. Türkiye'nin bölgedeki etkisi ve Türkiye ile birlikte Katar ve Mısır'ın da masada yer alabilirliği ile birlikte İran, Amerika, Türkiye, Mısır ve Katar ile birlikte belki Suudi Arabistan'da yer alacağı bir müzakere masasında İran-Amerika geriliminin müzakere yöntemiyle halledilebileceği söylenebilir. Lakin paralel olaraq Tehran öz qırmızı xətlərini də açıqlayır. Ali rəhbərin müşaviri Əli Şəmxani bəyan edib ki, zənginləşdirilmiş uranın ölkədən çıxarılması üçün heç bir səbəbi yoxdur. Bu isə o deməkdir ki, İran nüvə proqramından tam geri çəkilmək niyyətində deyil. Maksimum güzəşt zənginləşdirmə səviyyəsinin 60%-dən 20%-ə endirilməsi ola bilər, amma bunun da xərclərini ABŞ ödəməlidir. Bununla belə beynəlxalq kulislərdə uran ehtiyatlarının 3-cü ölkəyə, o cümlədən Türkiyəyə daşınması ehtimalı da müzakirə mövzusu kimi qalır. Bu senari razılaşma üçün təhlükəsizlik zəmanəti modeli ola bilər. Amma hələlik Tehran bunu rədd edir. Elə Türkiyəli mütəxəssislər də İran uranının Türkiyəyə daşınmasının ölkənin təhlükəsizliyinə təhdid yarada biləcəyindən narahatdırlar. Türkiye, İran'ın nükleer silah ekipmanlarını topraklarına getirme ihtimali oldukça zayıf görünmektedir ki bu Türkiye'ye uzun vadede belki sıkıntılara sebep olabilecek ihtimalleri de doğurabileceğinden dolayı buna belki Türkiye'de sıcak bakmayabilir. Buna uluslararası hukuk açısından da ihtiyatlı yaklaşılacağı söylenebilir. Ancak İran nükleer silah ekipmanlarının denetimini uluslararası hukuka açarak nükleer silah kapasitesinin olmaması açısından ekipmanlarının denetimi uluslararası hukuka bırakılması, nükleer çalışmalarının insani amaçlarla kullanılabilirliğinin denetlenmesi ve İran devrim muhafızlarının lağvedilmesiyle birlikte İran'daki muhalif kesimin daha fazla söz sahibi olabileceği yöntemiyle Amerika Birleşik Devletleri İran arasındaki görüşmeler yöntemiyle sorunun arabulucu ülkelerle birlikte halledilebilirliği muhtemeldir ki önümüzdeki günlerde tartışma konusu olacaktır. Digər tərəfdən ABŞ prezidenti Trump'ın İrana doğru hərəkət edən gəmilərimiz var açıqlaması göstərir ki, diplomatiya hərbi təzyiqlə paralel aparılır. İran daxilində isə vəziyyət həssasdır. Reuters yazır ki, son etirazlar və iqtisadi narazılıq fonunda mümkün hərbi zərbələr ölkədə yeni ixtişaş dalğası yarada bilər. Yəni Tehran üçün danışıqlar artıq təkcə xarici siyasət deyil, həm də daxili sabitlik məsələsidir.
Beləliklə Pezeşkiyanın göstərişi İranın qərblə münasibətlərində yumşalma siqnalı sayıla bilər. Türkiyədə planlaşdırılan görüşlərə sanksiyaların azaldılması və gərginliyin zəifləməsi kimi baxılır. Tərəflər razılığa gələ bilmədiyi halda region yenidən hərbi eskalasiya riski ilə üz-üzə qalar. Bu dialoq real razılaşmaya aparacaq, yoxsa sadəcə vaxt qazanmaq gedişidir? Bunu zaman göstərəcək.